Salam yoldaşlar, ümid edirəm hər biriniz yaxşısınız. Bugünkü videoda sizlərlə Portswigger'da olan Exploiting NoSQL Injection to Extract Data labını işləyəcəyik. Bu labda bizdən tələb olunan administrator userinin parolunu oğurlamaqdır. Və bunu etmək üçün bizə verib winner Peter credentiallarını və tip olaraq yazıb ki, the password only uses lowercase letters. Yəni parolda yalnız kiçik hərflər istifadə olunub. İndi isə burada access lab deyərək labı aça bilərəm və bir də Portswigger bizə lazım olacaq. İndi burada my account deyirəm və yazıram bura winner və Peter və daxil oluram. İndi mənim göstərəcəyimi siz birbaşa tapmaya bilərsiniz. Mən də birbaşa tapmadım. Amma axtarandan sonra görəcəksiniz ki, burada inspect'ə basdıqdan sonra, yəni source file baxsaz, görərsiniz ki, burada bir JavaScript faylı var bu formada. Bu kodu kopyalayıram və gəlirəm bura, kod yerimə və istəyirəm bunu sizlə birgə analiz edək. Bu kod neynəyirsə. İlk öncə başlayaq bu hissədən. Çünki bu funksiya özü burada istifadə olunub. İlk öncə burada append user details deyə bir funksiya təyin olunub. Və daha sonra bir URL dəyişən təyin olunub və olduğu yerdə bir URL location, URL yaradıb. Yəni olduğu locationda bir URL yaradıb. Bu nə deməkdir? Yəni bu URL-i yaradıb bir növ. Yəni belə bir şey. Və daha sonra isə həmin bu URL-ə deməli, baxın bu URL-ə bura bir fetch atıb. Bu hissəyə fetch atıb. Bunu fetch atan zaman fikir versəz, user deyə bir parametr var və user parametrinə bayaq yaratdığı URL-dən, yəni buradan ID-ni mənimsədib. Bizdə ID isə winner-dir. Yəni nəticə olaraq bu formada bir şey olub. Göstərim onu sizə. Və burada users bu formada olur. Baxın belə bir şey. Və burada olacaq winner. Bura deməli bu URL-ə request atıb. Və daha sonra isə burada deməli response JSON və daha sonra bu funksiya işləyir burada. Append from user funksiyası. Bu funksiya isə artıq nə edir də? Userin e-mailini deməli götürür, e-mail dəyişənini mənimsədir. Və daha sonra bu e-maili web saytda yazdırır. Fikir versiniz burada yazıb. Your email is winner normaluser.net. Və daha sonra isə rolu alır və həmin rolu deməli web saytı yazdırır. Burada. Fikir verin buna. Winner role user. İndi burada məsələ odur ki, biz düşünə bilərik ki, bu winnerə əsasən backenddə hansı bir struktur var ki, bu məlumatları geri qaytarır. Yəni email ilə rolu necə bir struktur ola bilər ki, bizə geri qaytarsın və həmin strukturda zəiflik ola bilərmi? İndi biz əsas bunu araşdıracağıq burada. Mən istəyirəm ki, bunu kod yazaraq sizə göstərim ki, daha aydın olsun sizə. İlk öncə belə düşünə bilərik. İlk öncə baxaq ki, necə bir request gedir ən yaxşısı. Məsələn, bura mən request atsam, necə bir request gedər? Gəlin yoxlayaq bunu. -x get deyirəm. Deməli. Session bərabərdir. Session'a buradakı sessionu mənimsətməliyəm. Inspect storage. Okay.
Burada ise tabii ki cookie olacaq. Bizim header'ımız cookie'dir. Bu formada bir liste yatıram. Bu URL-a. Və fikir versəz, mənim məlumatlarımı qayıtdı. Username, email və role. Və gəlin bunu yoxlayaq admin üçün. Admin yazıram. Və deyir ki, mesajda could not find user. Yəni user tapılmır. İndi isə yoxlayaq administrator. Nə səhv yazdım mən burada? Fikir versəz, burada username administratordur və onun e-mail qayıdıb və rolu qayıdıb. Tamam, indi mənə maraqlı olan əsas şey odur ki, burada NoSQL injection ola bilər, yoxsa yox. Gəlin bir backend təsəvvür eləyək öz düşüncəmizdə. Məsələn, bir application var və bu bizdən get alır. Bizim endpointimiz isə baxın budur. Və burada request response yazı qeyd edirəm formada. Və daha sonra isə burada istəyirəm ki, bir user götürüm mən. İlk öncə user götürmək lazımdır. Amma bunu try'ın içində edəcəm. Try cache istifadə edəcəm burada. Gəlin belə yoxlayaq. Try. Const user bərabərdir. User bərabərdir requestdən gələn query'nin içindəki user. Baxın bu. Userimiz olacaq bizim VMware burada. Daha sonra isə bu user'ə görə axtarış etməliyəm. Result bərabərdir await olsun. Await db collection, tutaq ki, users deyə bir collection olsun. Collection users. Tutaq ki, users deyə bir collection var. Bunun içində axtarış edəcək indi. Find one where operatoru vasitəsilə axtarış edəcək burada. Çünki uyğunluq tapmalıdır da. Və this user name yazaq. User name bərabərdir. This user name bərabərdir user olacaq təbii ki. User. Tamam. Bunu etdikdən sonra burada mən if verə bilərəm. If bu indi bir resultdır da. Bizim resultımız hal-hazırda əgər varsa VNR userinin məlumatlarını özünü saxlayır. Həmin məlumatlar da baxın bu məlumatlardır. Əgər ki indi tutaq ki burada başqa user verə bilər də bizim istifadəçimiz, necə ki biz burada verdik ya bayaq admin və bir user yoxdur. Əgər ki result yoxdursa belə bu zaman bir mesaj göndərsin, yəni daha doğrusu return etsin, yəni return burada response status 200 idi də bizdə səhv etmirəmsə. Gəlin baxaq. $200 send message. Mesajımız bizim nə olmuşdu user tapılmayanda? Onu yazaq bura. Could not find user. Buraya yazıram.
Və bu mesaj bizə qaytarılacaq. Əgər ki yox, user varsa, o zaman result'ı qaytaracaq bizə. Response send result. Və indi burada bir cache funksiyası açacağım. Daha funksiya deyirəm. Burada cache açmalıyam. Cache. Və nəsə problem olsa da bir server error qaytarsın. Bax ki, response status 500 və send etsin mesaj. Server error. Bu formada bir şey yoldaşlar. Yəni backenddə düşünürəm ki, belə bir struktur ola bilər. Və bu struktur olduğu zaman yenə də daha əvvəlki videoda danışdığım kimi, yəni parametr yoxlanma və birbaşa istifadə olunur. Və birbaşa istifadə olunduğu üçün baxın burada. Biz bura öz NoSQL sintaksimizi injeksiya edə bilərik. Bunu etmək üçün də kopyalayıram bu hissəni ki, sizə daha rahat aşağıda göstərə bilim. Baxın, fikir verin, burada həm bu dırnaqda olmalıdır, mən unutdum dırnağı qoymağı. Bu dırnaqda olmalıdır, username. Və bu da belə olacaq. Belə bir şey. Okey. Gəlin, belə bir şey deyək. Ctrl-Shift-P. Tamam, gözəl. Və deməli biz burada user hissəsinə istədiyimiz şeyi injeksiya edə bilərik. İlk öncə biz yoxlaya bilərik ki, həqiqətən burada nəsə bir injection var, yoxsa yox. Bunu yoxlamaq üçün məsələn belə bir şey edə bilərik. Bunu kopyalayayım mən. User hissəsinə yaza bilərik. Misal üçün administrator dırnağı bağlayaram. Bu dırnaq burada bağlanır. Və öz kodumu yazıram. Və yaxud yazmayayım və məsələn A bərabərdir A yazaq da. A bərabərdir A-ya. Və bu dırnaq isə artıq burada bağlanacaq. İndi gəlin bunu yoxlayaq biz burp suite-nə. Sonra bunu repeater'a. Təbii ki, burada bu hissəni dəyişməliyəm. Send edirəm. Fikir verin, məlumatlar qayıdır burada. İndi mən burada yazdığım kim yazaq? Query-ni. Baxın bu formada. Amma bunu biz düşünürəm ki, encode eləməliyik. URL encode ki, problem çıxmasın. Və send edirəm. Yenə admin məlumatlar qayıtdı. Bəs indi bu A-nı B eləsəm nə olar? Baxın, o zaman artıq could not find user deyir. Bu isə o deməkdir ki, heç bir input yoxlanmır. Heç bir input da yoxlanmadığı üçün biz buradan NoSQL injection edə bilərik. İndi isə bizdən tələb olunan o idi ki, bu həmin administratorun parolunu tapaq. Administratorun parolunu tapmaq üçün ilk öncə biz parolun uzunluğunu tapmalıyıq. Parolun uzunluğunu tapmaq üçün də biz this password məsələn .length deyib yoxlaya bilərik ki, bu tutaq ki 30-dan böyüdür və yaxud 15-dən böyüdür kimi yoxlaya bilərik. Mən sizə göstərəcəm onu. Bunu kopyalayıram. Yapışdırıram bura və burada yazıram. Və yazıram burada this password
length böyükdür, tutaq ki, kiçikdir yazaq. Böyle olmasın, kiçikdir 30'dan. Mən bunu yazandan sonra siz bilirsiniz ki, bu dırnağı burada mən bağlamışamsa, burada bağlanan dırnaq gəlib bura düşəcək. Belə bir şey olacaq. Bu da sintaksi pozur da. Ona görə mən burada belə bir şey yazıram. Or A bərabərdir B-yə. Belə bir şey olanda artıq bu dırnaq düşəcək, gəlib bura. Bu formada bir şey olacaq. İndi gəlin sintaksi oxuyaq. Administratordur, düzdür bizim parolumuz. Daha doğrusu username'imiz administratordur. Və parolumuzun uzunluğu tutaq ki 30'dan kiçikdir. Bu 30'dan kiçik olduğu üçün və bu da administrator olduğu üçün bu şart olur true. Bu isə hər zaman false-dur. Sol tərəf true, sağ tərəf false. O zaman bu olacaq true. Və bizə administratora məlumatlar qayıdacaq. Əgər mən burada yazsam ki 1'dən kiçikdir. Bu zaman 1'dən kiçik olmadığı üçün parolumuz və username administrator olduğu üçün burada olacaq false. Çünki bir şərt ödənmədi. Yəni bu ödənmədi. Bu false olduğu üçün bu tərəf sağ tərəfdə hər zaman false'dur. Ona görə bizə qayıdacaq false. İndi gəlin bunu yoxlayaq biz. Test eləyək. Yəni belə eləyək biz user'in parolunun uzunluğunu çıxara bilərik də. Gəlirəm burada ilk öncə dırnağı silməliyəm. Daha sonra bu hissəni kopyalayıram, seçirəm daha doğrusu və karakterləri URL encode edirəm və send edirəm. Could not find user deyir. 1 olanda. İndi mən buraya yazıram 30. Baxın, qaytardı mənə məlumatları. İndi isə buraya yazıram məsələn 10. Yeni qaytardı. 9 8. Aha, deməli bizim parolumuz 8-dən kiçik deyil, amma 9-dan kiçikdir. Deməli bizim parolumuz 8-dir. Yəni 8 elementdən ibarətdir. Belə deyim sizə. Bu hazır. İndi isə bizə lazım parolun özü. Parolun özünü tapmaq üçün isə biz istifadə edə bilərik intruder'dan, sürətli olsun deyə. Bu necə olacaq bəs? Bunu da sizə göstərim. Baxın. Yenə bölürəm. Dırnağını kəsirəm buradan. Və yazıram. Və bizim parolumuzun 0-cı indeksi bərabərdirsə A-ya. Burada artıq əlavə bir şey ehtiyac yoxdur. Çünki zaten bu dırnaq A-nı bağlayanda belə sintaksis uyğunlaşır. Bunu kopyalayıram buradan. Belə. Və gəlirəm bu hissəyə. Yapışdırdım bura. Bu hissəni seçirəm. Sağ düyməyə basıram. URL encode edirəm və send edirəm. Could not find user deyir. Yəni bizim sintaksimiz düz işləyir. Sadəcə olaraq bu ödən bir şərt. Yəni A hərfi deyil ilk hərf. Atıram bunu intruder'a. Və burada həm 0-ı həm də A-nı seçməliyəm. Seçirəm həm 0-ı. Çünki mənə nə lazımdır burada? 7 dənə hissə lazımdır da. Həmin 7 hissə üçün yoxlamalıyam mən. 7 indeks üçün. Add edirəm. Və A-nı seçirəm. Add edirəm. Gəlirəm payload'a. Burada seçirəm. Bir saniyə. Bunu edirəm cluster bomb. Gəlirəm payload'a. List seçirəm. Brute forcer. Minimum 1. Maksimum 1. İlk hissə bizə rəqəmlər idi. Ona görə hərfləri buradan alıram. Gəlirəm ikinciyə. Brute forcer. 1. 1. Və hərflər. 260 dənə requestimiz var. Start attack deyirəm. Və gözləyirəm. İndi burada filtrləmə mən aparacam length'ə görə.
Yəni yoxlayaq. Fikir verin, burada 1, 2, 3, 4, 5, 6, 7 dənə, 7, 8 dənə. 8 dənə hissə var və bunların uzunluqları 209 hamısının, qalanları isə 251. Yəni konkret açıq aydın burada fərq görsənir. Və mənə qalan burada sıralamaqdır. Məsələn, 0 nədir? K, KB, KBN, KBN, daha sonra X, B, XBI, S, XBIS, XBIS. Bu bizim paralel olmalıdır. Yəni yoxlayaq. Logout edirəm. My account administrator. Gördüyümüz kimi administrator kimi mən login oldum və bu labı da burada həll etmiş olduq. Burada əsas mənim istədiyim sizə strukturu, nə etdiyimizi başa salmaq idi. Ümid edirəm sizə aydın oldu. İzlədiyiniz üçün çox sağ olun. Uğurlar hər birinizə.